Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, bugün 4-cü imamımız İmam Hüseyin əleyhissalamın oğlu İmam Zeynul Abidin əleyhissalamın Mevlud günüdür. Bu gözəl Mevlud bayramı münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edirəm. Atası İmam Hüseyin əleyhissalam, anası xanım Şəhrəbanu olan İmam Səccad əleyhissalam Mədinə şəhərində dünyaya göz açmışdı. İmamın ləqəblərindən olan Zeynul Abidin, ibadət eyləyənlərin zinəti, daha çox ibadət etdiyinə görə və Səccad daha çox səcdə halında qaldığı üçün imama verilmiş ləqəblərdəndir. Atası İmam Hüseyin əleyhissalam Kərbəla şəhidi, anası Şəhrəbanu xanım isə Sasani padişahı 3-cü Yəzgürdün qızı idi. İmam Zeynul Abidin əleyhissalamın özü də Kərbəla hadisəsi və faciəsində yaxından iştirak etmişdi. Sadəcə bu hadisədə ağır xəstə olduğu üçün döyüşlərə qatıla bilməmişdi. Kərbəla hadisəsindən sonra İmam Zeynul Abidin əleyhissalam əsir alınaraq Kufəyə və qadınlarla, uşaqlarla bir yerdə daha sonra Şama aparılmışdır. Yezidin Şam məscidindəki qurduğu məclisindəki nitqi İmam Hüseyin əleyhissalam və onun yolunun tərəfdarlarının məqsədini açıq-aşkarda bəyan edirdi. İmam Zeynul Abidin əleyhissalamın 34 illik İmamət dövrü isə Əməvilərin ən zülmkarlıq dövrünə təsadüf edir. Bu dövr Əbdülməlik İbni Mərvan və Vəlid İbni Əbdülməlikin hökmranlıq etdiyi zamana təsadüfdür. İmam Zeynul Abidin əleyhissalam bu dövrdə açıq siyasi mübarizə əvəzinə dini təhsil, əxlaqi tərbiyə və dini mədəniyyəti dirçəltmə yolunu seçmişdi. O Mədinədə fiqh, hədis və Quran təfsiri dərsləri verməklə məşğul idi. Gecələr gizlin şəkildə yoxsullara ərzaq daşımaqla məşğul idi. Hər il onlarla köləni azad edərdi. İmamın həddindən artıq ibadətlə məşğul olması, daha çox təvazökarlığı ilə seçilməsi, düşmənlərinə qarşı belə olan mərhəmətli hissi, davranışı və elmi dərinliyi o şəxsiyyətin böyük xüsusiyyətlərindəndir. İmam Zeynul Abidin əleyhissalam Kərbəla faciəsindən sonra İslamı və Əhl-i-Beyt məktəbini məhv olmaqdan qurtaran, onu elmi və mənəvi yolla nəsillərə çatdırılmasında böyük rola malik olmuşdur. Onun sükut və dua əsaslı mübarizə üsulu çətin siyasi şəraitdə dini dəyərləri qorumaq üçün klassik bir model olaraq bugünə kimi qalmaqdadır. İmam Səccad belə buyurmuşdur: Səbr ilə elm iki qardaşdırlar. Kim bəlaya səbr etsə, Allah ona daxili bəsirətlərin elmini aşkar edər. Kim də elm öyrənərsə, müsibətlərə qarşı səbirli olar. Allah bizi İmam Səccadın elmi ilə faydalandırsın inşallah.